Koç bürcü. Xırda şeylər üzərində dayanmaqdansa, ciddi və vacib şeylər haqqında düşünməyə çalışın. Dekabr, böyük mənzərəni görmək qabiliyyətinin son dərəcə dəyərli olduğu aylardan biridir. Bu perspektiv sizə prioritetlərinizi düzgün təyin etməyə imkan verəcək. Yeni iş tapşırıqları və məsuliyyətlər yarana bilər ki, onların bir çoxunu mentorlar və ya köməkçilər olmadan müstəqil həll etməli olacaqsınız. Ayın əvvəli çətin olacaq və bəzi səhvlərə yol verə bilərsiniz. Amma sonradan vəziyyəti təhlil edib düzgün nəticə çıxardıqdan sonra mövqelərinizi möhkəmləndirməyin yollarını tapacaqsınız. İşgüzar münasibətlərdə daha tez-tez təşəbbüs göstərməyə dəyər. Keçmişdə kömək etdiyiniz insanlara xatırlatmaqdan, uğurlarınızı bölüşməkdən və fikirlərinizi bölüşməkdən çəkinməyin. Ehtiyacınız olan dəstəyi dərhal ala bilməyəcəksiniz. Lakin çox güman ki, bu, gələn ilin əvvəlində təklif olunacaq. Şəxsi münasibətlərdə hər şey rəvan getməyəcək. Xüsusən də tez-tez öz emosiyalarına təslim olan və şirinlikləndiricilərə qarşı həmişə güc tapmayan Qoç üçün. Dekabr ayında bürcün bu nümayəndələri enerjilərini konstruktiv şəkildə yönəltməkdə çətinlik çəkə bilərlər və öhdəsindən gəlmək üçün uzun zaman aparacaq axmaq səhvlər etmək riski var. Digər tərəfdən, qətiyyən darıxmayacaqsınız və bu, sizi çox xoşbəxt hiss etmək üçün kifayət edə bilər. Buğa bürcü. Dekabrın əvvəli ziddiyyətlərlə dolu ola bilər. Ən həssas buğa belə bu zaman sıradan çıxacaq. Onların ehtiyatlılığı hardadır? Onların sağlam düşüncəsi hardadır? Əvvəllər hər addımı düşünən insanlar niyə bir-birinin ardınca tələsik hərəkətlər etməyə başlayırlar? Yaxşı, ayın əvvəlində baş verən tranzitlərin qeyri-müəyyən təsiri belədir. Buna müqavimət göstərmək olduqca çətin ola bilər. Xüsusən də heç bir mühüm hədəfiniz və ya uzun müddətli planlarınız yoxdursa. Gənc buğa üçün bu dövr emosional baxımdan çətin ola bilər. Onlar bəzən özlərini itirmiş və ya vacib bir şeyi əldən vermiş kimi hiss edəcəklər və qərar vermək həmişəkindən daha çətin olacaq. Bu bürcün yetkinləri təcrübədən və artıq dəf etdikləri keçmiş çətinliklərin xatirələrindən faydalanacaqlar. Hər ikisi də nəzərə almalıdır ki, vəziyyət tezliklə düzəlməyə başlayacaq. Buna görə də ruhdan düşməyin. Dekabrın ikinci yarısı daha ahəngdar olmaq üçün formalaşır. Bir tərəfdən, bu, çoxdan həll edilməli olan bütün məsələləri sakit şəkildə həll etmək imkanı verir. Ardıcıl hərəkət edəcəksiniz və çox tənəsməyəcəksiniz. Buna görə də səhv etmək ehtimalı minimal olacaq. Digər tərəfdən, gələcək haqqında sakitcə düşünmək və planları müzakirə etmək imkanınız da olacaq. Əldə edilən istənilən razılaşma ilkin olacaq. Amma bu, yaxşıdır. Əsas odur ki, siz getdiyiniz istiqaməti və tezliklə nail olacağınız hədəfi aydın görəcəksiniz. Əkizlər bürcü. Dekabrın əvvəlində baş verən hər şeyə fəlsəfi yanaşmağa çalışın. Bu, biznesdə uğura, ulduzların rəğbətinə və ya yaxınlarınızın qeyd-şərtsiz dəstəyinə ümid etmək vaxtı deyil. Çətinliklər həyatın demək olar ki, bütün sahələrində yarana bilər. Çox ciddi olmasa da, hətta ən təsir edici və həssas insanlar üçün də çaşqınlıq yarada bilər. Yol boyu manələrinin görünməsini izləmək əyləncəli deyil və kömək vaad edən insanlar sorğularınızı rədd edirlər. Ancaq baş verənlərin əsl səbəbini tapmağa çalışsanız, problemləri necə tez həll edə biləcəyinizi və vəziyyəti yaxşılaşdırmağa başlayacağınızı başa düşəcəksiniz. Müsbət tendensiyaların təsiri getdikcə artacaq. Lakin dekabrın ortalarından etibarən siz getdikcə daha çox hiss edəcəksiniz ki, şərait gündən-günə yaxşılaşır. Başqaları sizi daha yaxşı başa düşür. Maliyyə məsələləri daha asan həll olunur və uğur qazanmaq imkanları artır. Şəxsi dəyişiklik istəyənlər bu müddət ərzində daha çox təşəbbüs göstərməlidirlər. Əgər diqqətinizi işə yönəltmisinizsə, başqalarının nə etdiyini yaxından müşahidə etmək və onların təcrübələrindən öyrənməyə çalışmaq faydalı ola bilər. Hərçəng bürcü, dekabrın ortalarına qədər biznesdə uğur qazanmağa və ya gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa ümid edənlər üçün işlər çətinləşə bilər. İşdə əvvəlkindən daha çox problem yarana bilər. Dedikodu ilə reputasiyanızın zədələnməsi və ya pis niyyətli insanlarla qarşı durmanın yeni səviyyəyə çatması riski var. Həddindən artıq görünən fəaliyyətlərdən qaçaraq və diqqəti cəlb etməyən fəaliyyətlərə yönəltməklə bu riskləri bir qədər azalda bilərsiniz.
Peşəkar məqsədlərinizə daha dolayı yanaşmalı ola bilərsiniz, lakin bu istədiyiniz nəticələrə çatmağınıza mane olmayacaq. Dekabrın ikinci yarısı iş üçün daha əlverişli və ümumiyyətlə kifayət qədər əlverişli olacaq. Son zamanlar çox narahat olan xərçənglər bir qədər rahatlaşa biləcəklər. Özünü yeni bir şeydə sınamaq istəyənlər üçün yeni perspektivlər açılacaq. Bəli, əvvəlcə çətin ola bilər, amma tezliklə bu vacib addımın buna dəyər olduğunu görəcəksiniz. Bütün dekabr ayı qeyri-adi görüşlərlə xüsusilə zəngin olacağını vəd edir. Şəxsi həyatlarında bəzi əhəmiyyətli dəyişikliklər mümkündür. Xərçənglərin intuisiyası çox güclü olacaq. Onlara yaxınlarını daha yaxşı başa düşməyə və yeni tanışlıqlarla tez dil tapmağa imkan verəcək. Şir bürcü. Dekabrın əvvəlində bir çox şirlər öz işlərinə və qayğılarına o qədər diqqət yetirəcəklər ki, mühüm hadisələri qaçıracaqlar və ya onları əhəmiyyətsiz sayaraq rədd edəcəklər. Digər insanların hissləri də şir bürcü üçün qeyri-müəyyən olacaq ki, bu da münasibətlərdə çətinliklərə, fikir ayrılıqlarına və mübahisələrə səbəb ola bilər. Uzun müddət davam edən işgüzar mübavilələr pozula bilər və şəxsi münasibətlərə təsir edə bilər. Həll yollarını fəal şəkildə axtarsanız, vəziyyətinizi yaxşılaşdıra bilərsiniz. Çətinliklərin öhdəsindən gəlmək üçün edilən hər cəhd uğurlu olmayacaq. Amma çox erkən təslim olmasanız, tezliklə müsbət dəyişiklikləri görəcəksiniz. Dekabrın ortaları təkcə maliyyə uğurları üçün deyil, həm də özünü həyata keçirmək və yaxşılığa doğru qlobal dəyişikliklər üçün səy göstərən şirlər üçün yeni peşəkar imkanlar açacaq. Bu müddət ərzində başqalarına nə qədər çox töhfə versəniz, özünüzü bir o qədər inamlı hiss edəcəksiniz. Bu da münasibətlərinizə müsbət təsir edəcək. Ayın sonu diqqətinizi şəxsi münasibətlərə yönəltmək və son zamanlar sizi narahat edən hər hansı məsələləri həll etmək imkanı verəcək. Bir çox şir bürcü keçmiş səhvləri necə düzəltmək və ya uzun müddət əzilmə yolunda ilk addımı atmağa qərar verəcək. Qız bürcü, sizi uğurlu dekabr ayı gözləyir. Ay bir çox hadisələr gətirəcək və əvvəllər heç düşünmədiyiniz imkanlar açacaq. İş və ya seçdiyiniz sahə üçün əlverişli şərait mümkündür. Bəzi qız bürcləri çoxdan inanılmaz maraqlı gördükləri sahədə özlərini reallaşdırmaq imkanı əldə edəcəklər. Tez bir zamanda yeni şeylər öyrənməli olacaqsınız və bəzi hallarda hətta bütün tapşırıqlarınızı vaxtında yerinə yetirmək üçün işdən artıq işləməli olacaqsınız. Əzmkarlıq və özünü nizam-intizam çox faydalı olacaq, lakin insanlarla ünsiyyət qurmaq və ümumi dil tapmaq bacarınız da eyni dərəcədə mühüm rol oynayacaq. Həm peşəkar, həm də şəxsi həyatınızda ətrafınızdakilərin dəstəyinə arxalana bilərsiniz. Çox sayda insan, o cümlədən əvvəllər mübarizə apardığınız insanlar da sizin tərəfinizdə olacaq. Ən ünsiyyətçil qızlar yeni dostlar tapacaqlar. Bununla belə, romantik maraqlar hətta adətən susqun və uzaq olanlar üçün də söz mövzusu deyil. Dekabr maliyyə işinizdə müsbət dəyişikliklər gətirəcək. Ola bilsin ki, əvvəllər etdiyiniz sövdələşmələr sayəsində gəliriniz artsın. Tərəzi bürcü. Dekabrın kiçik uğursuzluqlar olmadan keçməsi ehtimalı az olsa da, ümumilikdə müsbət təəssürat yaradacaq. Bunun səbəbi, ən vacib işlərinizdə və səylərinizdə uğurlar sizə üstünlük verəcəkdir. Bu, peşəkar həyatınızda xüsusilə nəzərə çarpacaq. Cəmi bir ay ərzində siz bir neçə mühüm problemi həll edəcək və uzun müddət üzərində işlədiyiniz mürəkkəb layihəni başa çatdıracaqsınız. Ulduzlar xüsusilə başqalarının əmrlərini yerinə yetirən deyil, həm də öz qərarlarını verən, başqalarını idarə edən, başqalarının işini təşkil edən və ya nəzarət edən tərəzilər üçün əlverişli olacaq. Biznes sferasında bir sıra mühüm hadisələr baş verə bilər ki, bu da bir çox tərəzi üçün işi prioritet təşkil edir. Onlar uğur qazanmaq və ya mövqelərini möhkəmləndirmək fürsətini əldən vermək istəməyəcəklər. Həmkarları ilə daha çox vaxt keçirməyə çalışan, təkcə işlərində deyil, həm də bütövlükdə komandanın həyatında iştirak edən tərəzilər tezliklə etibar edə biləcəkləri yeni müttəfiqlər qazanacaqlar. Şəxsi həyatınızda ciddi problemlərin yaranması ehtimalı azdır. Xırda fikir ayrılıqları mümkündür, lakin onlar kifayət qədər tez həll olunacaq. Çünki siz hər şeyi ciddiyə alırsınız və xüsusi bir şey olmadığını iddia etmirsiniz. Sevdiklərinizə nə qədər səmimi maraq göstərsəniz, nəinki indi, həm də gələn ilin əvvəlində münasibətləriniz bir o qədər ahəngdar olacaq. Əqrəb bürcü. Dekabr ayı təhsil, intellektual iş, ümumiyyətlə ciddi düşünmək üçün əlverişli zamandır. Siz mürəkkəb məsələləri araşdırmaq ehtiyacını hiss edəcəksiniz.
və sizə lazım olan cavabları tapmaq üçün zəngin məlumat toplamaq və təhlil etməyə hazır olacaqsınız. Bu müddət ərzində əldə etdiyiniz biliklər çox tezliklə faydalı olacaq. Ola bilsin ki, bu bilik peşəkar mövqenizi möhkəmləndirməyə və ya karyeranızı yüksəltməyə kömək edəcək. Kömək gözləmədən müstəqil hərəkət etməyə üstünlük verən əqrəblər işdə ən mühüm uğura imza atacaqlar. Komanda işinə üstünlük verən bu bürcdən olanlar izah etməyə, tutarlı arqumentlər tapmağa və təşkilati məsələlərin həllinə xeyli vaxt sərf etməli olacaqlar. Bütün bunlar kifayət qədər yorucu ola bilər və nəticədə həm konkret layihələrə, həm də ümumilikdə işə marağın itməsi ola bilər. Dekabr ayı sürprizlər gətirsə də, istirahət üçün çox vaxt buraxaraq, ümumi fəaliyyət planını əvvəlcədən hazırlamaq yaxşı olar. Doğaçlamaya üstünlük verən əqrəblər işlərinə o qədər qarışa bilərlər ki, şəxsi həyatları və istirahətləri arxa plana keçir. Bu yaxınlarınızla münasibətlərin gərginləşməsinə, ayın sonuna kimi onların səhhətinin bir qədər pisləşməsinə səbəb ola bilər. Oğatan bürcü, dekabrın əvvəli xüsusilə maraqlı olacaq. Bu zaman yeni tanışlıqlar, qeyri-adi görüşlər və sosial dairənizin nəzərə çarpacaq dərəcədə genişlənməsi ilə bağlıdır. Çox fərqli insanlarla tez anlaşacaqsınız və sizdən tamamilə fərqli olanlardan çox şey öyrənəcəksiniz. Həm işgüzar, həm də şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əvvəllər tanış və yeganə doğru görünən şeylərə təzə nəzər salacaqsınız və həyatınıza yeni bir şey daxil etmək istəyəcəksiniz. Bəzi oxatanlar sadəcə olaraq qeyri-adi bir təcrübə yaşayacaqlar, digərləri isə dəyişiklik üçün çox vaxt olduğunu başa düşəcəklər. Ayın ikinci yarısı çoxlu iş gətirəcək. Bu müddət ərzində xüsusilə maraqlı bir şey edəcək kimi deyil, amma görüləsi işlər çox olacaq və bunun çoxunu özünüz həll etməli olacaqsınız. Başqalarının səhvlərini düzəltmək və ya başqalarının səbəb olduğu problemləri həll etməyə çalışmaq üçün iş vaxtından artıq işləməli ola bilərsiniz. Təcrübə toplamaq baxımından bu dövr çox faydalı olacaq. Ancaq etiraf etməyə bilməzsiniz ki, dekabrın sonlarını daha çox sevinclə keçirməyə üstünlük verirsiniz. Həvəsləndirici olacaq isə maliyyə problemlərinin həllidir. Pul həm tanış mənbələrdən, həm də tamamilə yeni mənbələrdən gələ bilər. İstənilən halda siz hər hansı kredit və borcunuzu sıralaya və növbəti investisiyanıza qərar verə biləcəksiniz. Oğlaq bürcü, ehtiyatlı olun. Dekabr ayında maraqlarınızı qorumaq üçün kifayət qədər aqressiv hərəkət etməli ola bilərsiniz. Peşəkar qarşıdurmaların ehtimalı çox yüksəkdir və bəzi oğlaqlar yeni düşmənlər və bədxahlar qazanmamaq üçün çox diqqətli olmalıdırlar. Əgər işiniz varsa, rəqabətə girməzdən əvvəl 2 dəfə düşünün. Rəqibləriniz ədalətsiz üsullara əl ata bilər və onları məğlub etmək son dərəcə çətin olacaq. Adi işiniz xoşagəlməz sürprizlər təqdim etməyəcək, lakin yeni problemləri mənimsəmək çətin olacaq. Bütün oğlaqlar öz imkanlarını dərhal dəqiq qiymətləndirə bilməyəcəklər. Bəzi riskləri öz imkanlarından kənar vəzifələri götürür. Müttəfiqlər tapmaq da çətin olacaq. Çünki dekabrda çoxları öz işlərinə çox diqqət yetirəcəklər ki, başqalarının işinə qarşısınlar. Və kimsə sizə kömək təklif etsə, çox güman ki, bunun müqabilində xeyir-dua gözləyəcək. Şəxsi münasibətlər boş sabitliyə və proqnozlaşdırıla bilənliyə arxalana biləcəyiniz bir sahədir. Xoşagəlməz sürprizlər ehtimalı azdır. Yaxşılığa doğru dəyişikliklər mümkündür, lakin onlar yalnız təşəbbüs göstərdiyiniz təqdirdə baş verəcəkdir. Dolça bürcü, hər şey dəyişir sizdə. Dekabr ayı əhəmiyyətli mənəvi transformasiya vaxtıdır. Bu asan olmaya bilər, lakin demək olar ki, inkişaf üçün yeni imkanlar açacaq. Aya ətrafınızda baş verənləri təhlil edərək başlamağa dəyər. Uzun müddət illüziyalar içində qaldığınızı, aşkar və vacib şeylərə göz yumduğunuzu və ya mümkün qədər tez düzəldilməli olan səhvlər etdiyinizi başa düşə bilərsiniz. Emosional vəziyyətinizə də diqqət yetirin. Bu, sizi həqiqətən nəyin narahat etdiyini, həyatdan həzz almağınıza və yaxınlarınızla əlaqə qurmağınıza mane olduğunu anlamaq üçün bir şans olacaq. Həddindən artıq özünü tənqid etməməyə çalışın. Başqalarına göstərdiyiniz dözümlülüklə özünüzlə davranmağa çalışın. Bu ay çox məhsuldar olacaq. İşə fokuslanan dolçalar mövqelərini möhkəmləndirmək və karyeralarını yüksəltmək üçün fürsətlər tapacaqlar. Onların başqaları ilə ünsiyyət qurmaq, danışıqlar aparmaq və kompromislər tapmaq bacarığı çox faydalı olacaq. Mümkündür ki, sizinlə yarışdığınız insanlar köməyinizə gələcək.
İşgüzar münasibətlərdə də dəyişikliklər mümkündür. Əvvəllər mehriban olmayan insanlar ünsiyyət üçün təşəbbüs göstərəcəklər və maraqlı bir şey təklif edə bilərlər. İş yerində romantik əlaqələr də mümkündür. Balıqlar bürcü, dekabr ayında bir sıra mühüm qərarlar qəbul etməli olacaqsınız. Bəzi planlarınızı dərhal həyata keçirməyə başlayacaqsınız. Digərləri isə gələn ilə qədər təxirə salınmalı olacaq. Ancaq indi planlar qurmağa başlaya bilərsiniz. İntuisiyanıza qulaq asın. Onu rəhbərliyi mövcud vəziyyəti qiymətləndirməyə, ən yaxşı hərəkət kursunu və kömək üçün kimə müraciət etməyi başa düşməyə kömək edəcək. Hətta iş dəyişdirmək və ya köçmək barədə fikirləriniz ola bilər. Heç bir fantaziya olmayacaq. Planlarınızı həyata keçirmək üçün imkanlar görəcəksiniz. Əgər hər hansı bir şübhəniz varsa, çoxdankı dostlarınızdan və ya sizi yaxşı tanıyan başqalarından məsləhət almaq faydalı ola bilər. Bu ay köhnə işləri və layihələri tamamlamaq üçün münasibdir. Təkəri sınaqdan keçirməyə və ya yenidən kəşf etməyə ehtiyac yoxdur. Sübut edilmiş üsullardan istifadə edə və başqalarının təcrübəsinə arxalana bilərsiniz. Yeni vəzifələr biraz fərqli olacaq. Çox güman ki, bunları özünüz necə həll edəcəyinizi anlamalı olacaqsınız. Bu olduqca çətin olacaq, lakin siz düzgün yolu seçdiyinizi tez başa düşəcəksiniz. Bir çox balıqlar üçün şəxsi münasibətlər əsas yer tutacaq. Sevdiklərinizlə daha çox vaxt keçirmək istəyəcəksiniz. Bu fürsət ayın ikinci yarısında yaranacaq. Bu müddət üçün ailə tədbirləri və səfərlər planlaşdırıla bilər.